Salam aleyküm. Çapayevdə yerləşən mənzilimizdir. Buranı ətraflı siz üçün çəkiliş edim. Burada nə işlər görülüb və neçə müddətdə bu işlər gedib, ətraflı sizə izah edəcəm. Mənzilimizin sahəsi 160 kvadrat metrdir. Novostroykadır. Ev təmir etdirənlər diqqətlə videonu izləsin və ev təmir edənlər bizimlə əlaqə saxlaya bilərsiniz. Deməli, gördüyünüz burada elektrik sistemləri və su boruları, kollektor boruları hamısı bu hissədən çəkilir. Burası dəhlizdir. Bu hissə qardirovdur. Qardirovda həm kollektor sistemi yığılıb, həm də elektrik avtomatları bu şəkildə çəkilib. Və sizə göstərim yataq otağını. Bura uşaq yataq otağıdır. 160 kvadrat metr sahəsidir. Elektrik, santexnik və şkatur işlərimiz yekunlaşıb. Günü sabahdan stiyaşka işlərinə də başlayacağıq. Bu ikinci yataq otağıdır. Buranın dizaynı çox möhtəşəm bir dizayndır. İnşallah sizlərə təqdim edəcəyik. Burası zal studiyadır. 2 otaqdan ibarət idi. Biz bir yerə qoşduq və belə bir geniş zal studiya yaratmışıq. Mətbəxi bu hissədə olacaq. Bütün sistem dizayna görə çəkilib. Üç balkonu var. 3 sanitar qovşağı var. Biri sanitar qovşağı budur. Və ikinci sanitar və üçüncü sanitar qovşağı. Əsas yataq otağına aiddir biri. Bu da valideyn yataq otağıdır.